Yanvarın 31-də Millennium Turizm Şirkətlər Qrupu, Arena Otel Qrupun təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku klubunun rəsmi dəstəyi ilə Incoming Gəlmə Turizm Departamentinin əməkdaşları üçün Arena Otel Qubada təftiş infotur keçirilib. Tədbir çərçivəsində Millennium Turizm Quba Infotur proqramı adlı təlimat və praktiki proqram modeli təqdim edilir. Təbii ki, infoturun əsas məqsədi odur ki, qarşılığında, əvəzində sizin burada bəyənməyiniz nəticəsində təbii ki, bizlə bir əməkdaşlıq eləməli və hansısa bir otellə uzun müddətli əməkdaşlıq eləməli. Düşünün ki, 2 gün ərzində Qubada oldunuz və eyni zamanda oteldə oldunuz və otelimiz, Arena Otel sizə xoş oldu və xatirələrinizdə bir yaddaş olaraq qalacaq. Bizim də burada almamız istəyimiz odur ki, hər bir gələn manat yadda qalan xatirlərlə burada ayrılsın. Şirkət rəhbəri Ruslan Quliyev bildirib ki, proqram satış, əməliyyat və marketinq komandalarının real bilik və bacarıqlarını artırmağa hesablanıb. Onun sözlərinə görə infoturun əsas məqsədi Quba bölgəsinin turizm potensialı ilə tanışdıq, turizm məhsullarının təqdimatı və Arena Otel Qubanın infrastrukturu ilə tanışdıqdır. Əslində çox gözəl bir, həddindən artıq uğurlu bir layihədir. Bu 40-dan artıq oteli zəmləmək. İllər öncə çox böyük bir sıxıntılar var idi bu həssaslar içərisində. Mən onu yaşamışam. Yəni, bu günləri sizin bunu markalaşdırmanız, eyni zamanda bunu bir turizm təqdimatı formasında, qonaqpərvərlik sferasında bunu təqdim etməniz çox uğurlu bir təcrübədir. Və düşünürəm ki, bu elə turizmin inkişafına da bir töhfədir. Məhsulun, turizm xidmətinin, maya dəyərinin yaradılmasında, belə deyək də, çox çevik bir formada dünya bazarına çıxardacağımız qiymətdə bir rəqabət qabiliyyətliyi artırır. Əslində, mən bir sağlamlıq turizm təşkilatı olaraq həmişə 7-dən 77-yə konseptli layihəsi üzərində həmişə işləmişəm və indi mən gənclərə özüm tuturam ki, burada siz nəzər yetsəz, balaca uşaqdan 7 yaşından 77 yaşına qədər hər kəs üçün burada məşğuliyyət var. İştirakçılar Quba Olimpiya kompleksi ilə də yaxından tanış olublar. Arena Otel Qubanın ön ofis meneceri Camal Həziyev bildirib ki, kompleksin 16 hektar ərazisində 3 otel, 20 nömrədən ibarət 5 apartament, bir neçə villa və 7000 nəfərlik futbol meydançası fəaliyyət göstərir. Kompleks həm idman yarışlarına, həm də turistlərin qəbuluna uyğun infrastruktur təmin edir. 16 hektarlıq ərazidə yerləşirik. Ümumi 1100 nəfərlik tamaşaçı tutumu olan bizim universitet zalımız var. Judo zallarımız, güləş zallarımız, böyük gimnazyon zallarımız var. Kickboxing müəllimlərimiz, böyük basenimiz var bizim 50 metre, 25 metre. Mən səhv eləməsə bəzilərimizdə görmüş suratı var. Gelmişdir səhv eləməsə. 6600, dünən mən dedim 7000, niyə görə dedim 7000? Çünki bəzən bir də görürsünüz ki, stadiona gələn qonaqlar yəni masa olmadığına görə, oturacaqlar olmadığına görə adam bazadan oturur. Amma ki, 7000-ə yaxın tutumu olan stadionumuz var. Bizim otellər şəbəkəsi 40 oteldən ibarətdir. Arena Otel qrup olaraq bir ilə yaxındır ki, fəaliyyət göstəririk və bizim nəzdimizdə Olimpiya idman komplekslərinin tərkibində yerləşən yerləşmə vasitələridir. Sayı etibarilə ən böyük otel şəbəkəsinə maliki və Azərbaycanın bütün regionlarını əhatə edirik. Hal-hazırda infoturda Olimpiya Qubada yerləşən Arena Otel Qubadayıq və bugün, daha doğrusu 31 və 1 tarixlərində bir neçə tur firma şirkətləri, Millennium Tur, Azərbaycan Sağlamlıq və Termal Turizm Assosiasiyası iştirak etmişdir və onların nümayəndələri buradaydılar. Quba regionu, mən deyərdim ki, bizim ölkədə turizm inkişafı üçün ən önəmli regionlardan biridir. Çünki həqiqətən Qubada hər növ turizm fəaliyyətlərini eləmək imkan var. Həm hiking, həm sport, həm də ki, belə tarixi, abidəli mənada çox önəmli bir regiondur.
Bir de ki etnik gruplar da burada çok olduğuna göre hem gastronomik turlar için çok uygundur, maraqlıdır. Я приезжаю из Украины по работе в Баку и полюбила этот отель. И мне он очень нравился, припал к душе, и я сюда часто приезжаю. Шикарные люди, шикарные номера, все очень понравилось, все чисто. Очень советую всем, приезжайте сюда, просто невероятная красота. عند زيارتي إلى كوبا تمتعت بالإقامة في هذا الفندق. صراحة مكان مريح، الخدمة هنا ممتازة، والصف خدمة الإفطار والموظفون يرحبون بك. السياحة في أذربيجان، وكان الفندق صراحة مريح جدا ونظيف، وجميع العاملين فيه متعاونين وخدومين جدا. صراحة نشكرهم على هذا الخدمة هذه، وأنصح الجميع بزيارة الفندق في كوبا في أذربيجان. İnfoturun digər dayanacağı Qubanın ikinci Nüqədi kəndində yerləşən Kənd İN Agroturizm müəssisəsi olub. Müəssisənin rəhbəri Vüsal Şərifli iştirakçılara məlumat verib ki, 30 hektar ərazidə müxtəlif meyvə bağları, tərəvəz və bostan sahələri mövcuddur. Turistlər məhsulları birbaşa bağdan toplaya və piknik sahəsində yemək hazırlaya bilirlər. Tədbirdə kənd həyatının atmosferi, atlar və digər ev heyvanları ilə tanışdıq. Həmçinin Müjdə adlı uzunqulaq heyvanın gülməli mesajı iştirakçılarda xoş təəssürat yaradıb. Kənd İN ailəsi istirahət və təbiət mühitində dincəlmək üçün ideal məkandır. Ruslan Quliyev bildirib ki, Millennium Turizm gələcəkdə də regionların turizm imkanlarını tanıtmaq və incoming turizmi inkişaf etdirmək istiqamətində də bu cür təşəbbüsləri davam etdirəcək.